Salam, mən İlyas Rızayev. Bugün sizə uçot mövzusundan danışmaq istəyirəm. Müəssisələrdə yaranan bir çox problemin səbəblərindən biri də uçotun düzgün aparılmamasıdır. Gəlin ilk öncə uçot nə deməkdir? Bu suala aydınlıq gətirelim. Uçot müəssisələrin düzgün fəaliyyət göstərməsini təmin edən əsas alətdir. Əlavə olaraq qeyd edirik ki, uçotun bir neçə növü var və onların bir-birinə necə bağlı olduğunu və birindəki isə ümumi uçotda hansı problemlərə yol açdığını bilməliyik. Gəlin bunu izah edək. Uçot nədir? Daha geniş tərif versək, uçot maliyyə məlumatlarını toplayıb, təhlil edən və bu məlumatlardan düzgün qərarlar vermək üçün istifadə olunan bir sistemdir. Uçotun növlərinə gəldikdə isə, uçotun növləri bunlardır. Mühasibat uçotu, vergi uçotu, kadr uçotu və idarə uçotu. Biz bu videomuzda sizlərə mühasibat uçotu barədə ətraflı izah verəcəyik. Mühasibat uçotu nədir? Mühasibat uçotu müəssisənin maliyyə vəziyyətini və əməliyyatlarını izləyən əsas uçot növüdür. Bu növ uçot müəssisənin gəlirlərini, xərclərini, aktivlərini, borclarını və kapitalını qeyd edir. Mühasibat uçotunun əsas məqsədi maliyyə hesabatlarını hazırlamaq və müəssisənin maliyyə vəziyyətini təhlil etməkdir. Biznesin sağlam maliyyə əsaslarını qurmaq üçün mühasibat uçotunun əhəmiyyətini unutmamaq lazımdır. Növbəti videomuzda vergi uçotu barədə məlumat verəcəyik. Daha çox məlumat üçün kanalımıza abunə olun. Təşəkkür ederim.